Gənclər paytaxtı Goranboyda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti Könüllülük Akademiyası layihəsi təşkil edilib. Goranboy Olimpiya kompleksində keçirilən layihədə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 18 Gənclər Evi Sosial Xidmət müəssisəsindən ümumilikdə 54 könüllü iştirak edib. Layihə çərçivəsində Xocalı faciəsinin il dönümü ilə əlaqədar yeni yaşayış massivində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub. İştirakçılar həmçinin Goranboy Heydər Əliyev mərkəzinə ekskursiya edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən materiallarla tanış olublar. Könüllülük Akademiyası çərçivəsində gənclərin inkişafına yönəlmiş komanda oyunları, intellektual yarışlar, motivasiya xarakterli təlimlər və çıxışlar təşkil edilir. Asudə vaxtlarda voleybol, futbol, stolüstü tennis və digər idman növləri üzrə yarışlar keçirilib. Bundan əlavə, iştirakçılar Goranboy Gənclər Evinin dəvəti ilə Düzgün Seçim Sağlam Gələcəkdir layihəsi çərçivəsində təşkil olunan Səhnədən Gənclərə Mesaj adlı forum teatrında iştirak ediblər.